Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə belə bir maraqlı tənliyin həllinə baxaq. Deməli, deyir ki, verilmiş tənliyin kökləri x1 və x2-dirsə, x1 üstəgəl x2 cəmliyini soruşur bizdən. Deməli, verilmiş tənliyin qüvvətinə fikir versək, bu qüvvəti sadələşdirəcək. Məsələn, belə yazsaq, x kvadratı üstəgəl 2x və bu sondakı bu üçü belə yaza bilsək, plus 1 plus 2 və çıxılsın 3 üstü x kvadratı üstəgəl 2x və bu sondakı 2-ni belə yazsa əgər 1 üstəgəl 1 kimi yazsa və plus 3 üstü x kvadratı üstəgəl 2x üstəgəl 1 də neyini olduğu kimi saxlayaq. Bu da bərabər neçəyə? 189-a. Biz də belə baxarıq ki, burada x kvadratı üstəgəl 2x üstəgəl 1 x kvadratı üstəgəl 2x üstəgəl 1. Yəni, bu qüvvətlərdəki bu x kvadratı üstəgəl 2x üstəgəl 1 müxtəsər vurma düsturlarına bizə x üstəgəl 1-in kvadratı düsturunu verir. Və buradakı sondakı 2-ni yazaq, üstəgəl 2 və minus 3 üstü x üstəgəl 1-in kvadratı plus 1 və burada da 3 üstü x kvadratı üstəgəl 2x üstəgəl 1 ilə belə yazaq. Onu da yəni həmçinin necə yaza bilərik? X üstəgəl 1-in kvadratı kimi yaza bilərik. 1-in kvadratı da bərabər neçə? 189-a. Burada deməli biz qüvvətin xassələrini bildik ki, bunu bu şəkildə yaza bilərik. 3 üstü x üstəgəl 1-in kvadratı vurulsun, 3-ün kvadratı çıxılsın, 3 üstü x üstəgəl 1-in kvadratı vurulsun 3 üstəgəl 3 üstü x üstəgəl 1-in kvadratı. Bu da bərabər neçə? 189-a. Bunu belə yazdıqdan sonra biz burada ortaq vurul kimi nəyə çıxarda bilərik? Biz burada baxırıq ki 3 üstü x üstəgəl 1-ni edə bilərik, ortaq vurul kimi mötərizə xaricini çıxarda bilərik. Bunu deməli, mötərizə xaricini çıxardığında olur bu şəkildə. 3 üstü x üstəgəl 1-in kvadratı vurulsun. Burada qalır deməli 3-ün kvadratı çıxılsın. Deməli 3 və plus 1. Deməli, o da bərabər neçəyə? 189-a. Burada da 3 üstü x üstəgəl 1-in kvadratı vurulsun 7. Deməli, bərabər 189 olur. Burada da 3 üstü x üstəgəl 1-in kvadratı 189 da 7-yə böləndə 50 neçə? 27. Burada bu 27-ni necə göstərək? 3-ün kubu kimi göstərək. Bunu belə göstərək, bizim tənliyimiz bu şəkildə olur. 3 üstü x üstəgəl 1-in kvadratı bərabərdir 3-ün kubu. Biz də deməli üslü qüvvətlərin, yəni xassəsindən bilirik ki, burada nə olur? Deməli, əsaslar eynisə nə edə bilərik? Qüvvətləri bir-birinə bərabərləşdirə bilərik. Yəni, x üstəgəl 1-in kvadratını bərabər edə bilərik neçəyə? 3-ə. Buradan da x üstəgəl 1-in kvadratını vurub açsaq, birincinin kvadratı, birinci ilə ikincinin hasinin 2 misli, üstəgəl ikincinin kvadratı. Deməli, bu bərabərliyin sağında olan 3-ü də keçəcək sol tərəfə. Olacaq neçə? X kvadratı üstəgəl 2x çıxılsın 2. Deməli, bərabərlik 0. Bizdən deməli, nəyə soruşurdu? x1 üstəgəl x2 cəmliyini soruşurdu. Biz də deməli, Viet teoreminə bilirik ki, çevrilmiş kvadrat tənlikdə köklər cəmliyə bərabərdir. Əks işarə ilə götürmüş ikinci əmsala bərabər olduğundan bizdə köklər cəmi bərabər olan neçəyə? -2. Deməli, cavabımız oldu neçə? -2.